test olmalıdır. Yarı-yarı çalışacağım ki, izah edeyim. Düzgün fikirləri müəyyən eləyin. Adlı hallı söz fe'li birləşmə daxilində işlənə bilər. Təbii ki, təxsil edirəm, Akif baxanda mən daxil oldum. Akif baxanda fe'li bağlama tərkibidir və Akif adlı haldadır. Ona görə biri götürürəm. Daha sonra baxıram 2-yə. Uzlaşma əlaqəsi işlənmiş cümlədə mübtəda işlənməyə də bilər. Təbii ki, uzlaşma əlaqəsi söz birləşməsinin tərkibində olarsa, onda mübtəda olmaya da bilər. Dağın başına çıxdım. Çıxdım xəbər haraya? Dağın başına. Və deməli, burada görürük ki, cümlə üzvü yoxdur, amma uzlaşma əlaqəsi var. Sonra gəlirik nəyə? Deməli, 1 ilə 2-ni götürürük. 1 ilə 2 olan A-dır, C-dir. 4-ə baxıram. Tabiilik əlaqəsi söz birləşməsinin daxilində ola bilməz. Səhvdir, ola bilər. Çünki misal üçün deyirəm ki, Akif, Fərhad gələndə. Mən getdim. Nə zaman? Akif, Fərhad gələndə. Bütövlükdə fe'li bağlama tərkibidə Akiflə Fərhad fe'li bağlamanın daxilində tabiilik əlaqəsi yaradıb. Ona görə 4 səhvdir. Ona variantımız elə olur, C variantı. 5-i də təsdiq edirik. Uzlaşma əlaqəsi cümlə üzvləri arasında olmaya da bilər. Bəli, bayaqlar dedik ki, birləşmə daxilində də ola bilər. Sonra gəlirik nəyə? Deməli, bir də oldu C variantı. Akif evə gedəndə sinif yoldaşını gördü. Nümunəsinə əsasən cədvəldə doğru cavabı müəyyən eləyin. Akif uzlaşma əlaqəsində aslı tərəfdir. Heç vaxt elə ola bilməz. Akif çünki görən Akifdir. Mübtəda xəbər deməli əsas tərəfdir Akif. Sinif uzlaşma əlaqəsinə aslı tərəfdir. Deməli evə gedəndə sinif yoldaşını, sinif yoldaşı ikinci növ TSB-dir və bizdən uzlaşma əlaqəsini soruşursa, deməli birinci tərəf əsas tərəf olmalıdır. Bu da səhvdir. Gördü sintaktik əlaqədə həm əsas, həm də aslı tərəfdir. Bəli, gördü uzlaşmaya görə aslı tərəfdir, amma sinif yoldaşını gördü. Kimi gördü? Sinif yoldaşına. Tamamlıqla və zaman zərfliyi ilə əlaqədə isə əsas tərəf olur. Onun üçün cavab C variantı. Sonra gəlirik 3-ə. Hansı cümlədə hal şəkilçili söz sintaktik əlaqədə yalnız aslı tərəfdir? Hal şəkilçili sözü tapmalıyıq və sintaktik əlaqədə yalnız aslı tərəf olduğunu soruşur. Yayda dincəlmək üçün ən gözəl məkan kənddir. Burada hal yoxdur. Qəfildən gələn bəd xəbər yaxın dostumu sarsıtdı. Deməli, dostumu sarsıtdı. Kimi sarsıtdı? Dostumu sarsıtdı. Deməli, bu hal şəkilçili sözdür. Xəbərlə əlaqədə aslı tərəfdir, amma yaxın dost olduğu üçün əsas tərəf gedəcək. Deməli, bu həm əsas, həm də aslı tərəfdir. Ona görə B variantını götürmürəm. Gəlirəm C-yə. Əlimdəki bütün məktublar, kitablar sizindir. Burada hal şəkilçili söz görürəm sizindir və bizdən deyir aslı tərəfdir. Nə sizindir kitablar? Nə sizindir məktublar? Hansı məktublar? Əlimdəki məktublar, hansı məktublar? Bütün məktublar. Görürəm ki, xəbər var. Xəbər mübtəda ilə yalnız əlaqədədir. Yalnız mübtəda ilə əlaqədə olduğu üçün xəbər aslı tərəf olacaq. Burada təyindir. Təyinlə mübtədanı təyin elədiyi üçün, yəni xəbərlə heç bir əlaqəsi yoxdur. Ona görə xəbərin bir dənə əlaqəsi mübtəda ilə öz arasındadır. Ona görə cavab C variantı. Hansı cümlədə cümlə üzvləri arasında uzlaşma əlaqəsi yoxdur? Bizim kəndimiz rayondan uzaqdadır. Nə uzaqdadır? Bizim kəndimiz. Avtomatik cümlə üzvü var, deməli uzlaşma var, keçdim. Sinif rəhbəri düzəliş tədbirdə gözəl çıxış etdi. Kim sinif rəhbəri? Mübtəda var, xəbərimiz var, deməli uzlaşma cümlə üzvləri arasında keçdik. Rayona gedəndə oranın füsunkarlığına heyran olur. Heyran olur xəbər. Nəyə heyran olur? Oranın füsunkarlığına. Nə zaman rayona gedəndə? Görürəm ki, mübtəda yoxdur. Deməli, uzlaşma əlaqəsi cümlə üzvləri arasında deyil, oranın füsunkarlığı. 3-cü növ TSB-dir. Söz birləşməsinin tərəfləri arasında. Ona görə cavab C variantı. Gəlirəm 5-ə. Yeni günəşin rəngi sezilir üfüqdəki buludlardan cümləsində sintaktik əlaqələr baxımından təhlilinə aid olan fikirləri müəyyən edin. Sintaktik əlaqələr baxımından təhlilə aid olan fikirləri müəyyən edin. İsimlərin hamısı həm əsas, həm də aslı tərəf kimi çıxış edir. Baxaq. Günəşdir, rəngdir.
buludlardır. Deyir ki, isimlərin hamısı həm əsas, həm də asılı tərəf kimi çıxış edir. Yeni günəşin rəngi. Günəşin rəngi ikinci növ tezi, üçüncü növ tezi verir. Həm əsas, həm asılı tərəfdir. Elə rəng də həm əsas, həm asılı tərəfdir. Üfüqdəki buludlardan sezilir. Tamamlıqdır. Tamamlıqla xəbər arasında idarə əlaqəsi var və buna görə də asılı olur, asılı tərəf olur. Amma üfüqdəki buludlar hansı buludlar dediyim üçün avtomatik əsas tərəf olur. Onun üçün bir doğrudur. Bir olanları götürürəm, qalanları çıxıram. 2. Yəli çallı isim uzlaşma əlaqəsinə görə asılı tərəf kimi çıxış eləyir. Yalan deyir, belə bir şey heç vaxt ola bilməz. Çünki yəli hallı isim uzlaşma əlaqəsinə görə hər zaman əsas tərəfdir. Ona görə 2 səhvdir. 2-ləri də çıxıram. Qalır əlimdə B variantı. Baxıram 4-ə. Mübtəda müxtəlif sintaktik əlaqələrdə yalnız əsas tərəfdir. Bu mütləqdir. 5-ə baxıram. Sifətlər yalnız asılı tərəfin ifadə vasitəsidir. Sifətlər yəqin soruşur da bu. Sifətlər yalnız asılı tərəfin ifadə vasitəsidir. Baxıram sifətlərə yeni günəş, yeni söhbəti, bir də üfüqdəki söhbəti. Bəli, təyindir və təyin asılı tərəf olur. Hər zaman yox. Həmcins təyin olanda əsas tərəfdə ola bilər. Ona görə cavabım B variantı. Sonra gəlirəm nəyə? 6. Günəş yaydı şöləsini vətənin göylərindən nümunəsində hansı sözlər sintaktik əlaqədə həm əsas, həm də asılı tərəf kimi işlənir? Deməli, həm əsas, həm də asılı tərəf olan mübtədanı çıxıram. Günəş yaydı şöləsini vətənin göylərindən. Baxıram. Vətənin göyləri, dəqiq bunu götürürəm. Çünki 3-cü növ TSB üçün hər iki tərəf həm əsas, həm asılıdır. 4-5-i əlimdə saxlayıram. Deməli, A-nın C variantları qalır. 1-lə 2-yə baxıram. Günəş yayda. Mübtədadır. Mübtəda həmişə asılıdır. Ona üzrlü sayın əsasdır. Ona görə çıxıram mübtədanı. Biri qaldı A variantı. 2 nədir? Yayda. Bəli, xəbər həm əsas, həm asılı tərəf ola bilər. Nə zaman olur? Mübtədaya görə asılı tərəfdir. Günəş yayda. Digər cümlə üzvlərinə görə isə aslı əsas gedir. Şöləsini yaydı. Burada olacaq mübtəda, xəbər əsas. Vətənin göylərindən yaydı. Yenə də olacaq əsas. Amma mübtəda ilə əlaqədə dediyi nədir? Asılı. Ona görə 2, 4, 5. Sonra gəlirəm nəyə? 7-yə. Sən də hər şaxtaya soyuğa qatılan mənim romantikam, sən də qanadlan. Deyir ki, nümunənin sintaktik əlaqələr baxımından təhlilinə aid olan fikirləri müəyyən edin. Deməli, sintaktik əlaqənin hər iki növü işlənib. Hər iki növü yəni tabeçilik və tabelilikdən soruşur, söhbət edir. Şaxtaya qatılan, soyuğa qatılan, bəli, biri götürürəm. Sonra 2, cümlə üzvləri arasında iki uzlaşma əlaqəsi var. Sən qatılan xəbər mübtəda bizdən cümlə üzvləri arasında soruşur əzizlərim. Diqqətli olmalıyıq. Bir uzlaşma burada. Sən qanadlan, qanadlan nəsən, kimsən, üzrsən. Bəli, burada da iki uzlaşma. Deməli, bu da düzdür. İkini də götürdüm. Bir kağıda da A-nın 4-ə baxıram. 3-ə baxıram, sonra 4-ə. Tünd qara rəngli sözlər sintaktik əlaqənin həm əsas, həm də asılı tərəfi kimi çıxış edir. Mənim romantikam, sən də qanadlan. Mənim romantikam xitabdır və xitab cümlə üzvləri ilə əlaqəyə girməsə də öz arasında əlaqədə ola bilər. Mənim romantikam 3-cü növ TSB-dir. Həm əsas, həm asılı tərəf var. 3-də nə deyirdi? Həm əsas, həm asılı tərəf soruşur. Bəli, deməli cavabımız E variantı. Hansı cümlədə kəmiyyətə görə uzlaşma pozulub? Kəmiyyətə görə uzlaşma istəyir bizdən. Onlar gəlmişdilər. Kəmiyyətə görə uzlaşma. Bu da cəmdir, bu da cəm pozulmayıb. Ağaclar tökürlər. Bəli, pozulmayıb. Qonaqların hamısı tədbirə gəlmişdilər. Gəlmişlər xəbər cəmdədir. Qonaqların hamısı. Kim? Sual verirəm. O. Onlar yox. O. Təkdədir. Mübtədam təkdə, xəbərim cəmdə. Deməli, kəmiyyətə görə uzlaşma pozulub. Cavab C variantı. Cavab nədir? C variantı. Gəlirəm 9.
Cümlədə tabeçilik əlaqəsi işlənibsə, nöqtələrin yerini tamamlayan uyğun fikirləri müəyyən edin. Cümlə sadə cümlədirsə, eyni suala cavab verilən, quruluş isə eyni olan ən azı quruluş isə eyni söhbətində artıq səhvə yol verdi. Bunlar hamısı düzdür, amma quruluş isə eyni söhbəti səhvdir. Ona görə birlər çıxıram. Bu əlaqənin tərəfində olan sözlər tabellik əlaqəsinin niyə ola bilməz? Deyir ki, tabellik əlaqəsinin tərəfi ola bilməz. Yalan deyil. Misal üçün deyirəm ki, mən, sən getdik. Düzdürmü? Sən getdin, mən getdim. Düzdürsən işarəni. Mən getdim, sən getdin. Düzdür? Bir-biri ilə aralarında tabeçilik əlaqəsi var. Amma xəbərlə tabellik əlaqəsindədirlər. Ona görə bu da səhvdir. 2 də səhvdir. Bu da çıxdı, bu da çıxdı. Əlimdə qaldı E variantı. Təsdiq eləyək. Cümlənin komponentləri bir-birinə bu əlaqə ilə bağlana bilər. Təbii ki. Nə olsun tabeçilikdir. Feili birləşmənin aslı tərəfində birləşməyə yanaşma əlaqəsi ilə bağlanmış sadalanan sözlər işlənə bilər. Əlbəttə. Nümunə deyirəm, elə çox demişəm, Akif Fərhad gələndə dağ yerindən oynadı. Tutaq ki, deyirəm. Akif Fərhad gələndə feili birləşmədir və birinci tərəfi, aslı tərəfi sadalanır. Tabeçilik əlaqəsi var. Ona görə cavabımız E variantı. Sonra gəlirik nəyə? 10. Hansı cümlələrdə sintaktik əlaqədə həm əsas, həm də aslı tərəfində olan söz işlənmişdir? Həm əsas, həm də aslı tərəf deyirsə, deməli, xəbər ola bilər və digər cümlə üzvləri ola bilər, ancaq mübtədə ola bilməz. Baxıram, kənd məktəbi sabahdan fəaliyyətə başlayır. Başlayır xəbər. Nə başlayır? Kənd məktəbi. Deməli, uzlaşmaya görə aslı tərəfdir. Nəyə başlayır? Fəaliyyətə. Düzdür? Tamamlıqdır, idarə əlaqəsidir. İdarə əlaqəsinə görə də əsas tərəfdir, başlayır sözü. Ona görə 1-i götürürəm. 1 olmayanları silirəm. Sonra deyir, məktəbdən gələn uşaqlar bizi qarşıladılar. Kim qarşıladı? Uşaqlar, xəbərim. Uzlaşma mübtəda var, bəli. Deməli, uzlaşma əlaqəsidirsə, xəbər olacaq aslı tərəf. Bizi qarşıladılar, tamamlıqda. Tamamlıqla da xəbər arasında olur idarə əlaqəsi və idarə əlaqəsində xəbər hansı tərəf olur? Əsas tərəf. Ona görə 2-ni də götürürəm. Bunda çıxdım. 2-4-ə baxıram. Qapını bizə açan mənim ilk müəllim idi. Kim idi? Mənim müəllim idi. Kim? Qapını açan. Düzdür? Hansı cümlələrdə sintaktik əlaqədə həm əsas, həm də bəli. Bizə demir cümlə üzvləri arasında. Bizə deyir sintaktik əlaqə söhbəti. Mənim müəllimim 3-cü növ TSB-dir. 3-cü növ TSB-nin də tərəfləri həm əsas, həm də aslı tərəf olur hər iki tərəfi. Ona görə cavab 1-2-4. Şairin yeni əsərləri çox bəyənilirdi. Cümləsindən hansı sözü çıxarsaq, cümlə üzvləri arasında sintaktik əlaqənin sayı artar. Deməli, deyir ki, cümləsində hansı sözü çıxarsaq, cümlə üzvləri arasında sintaktik əlaqələrin sayı artar. Yəni, bu onu demək istəyir ki, cümlə üzvlərinin sayı artır ki, cümlə üzvlərinin arasında sintaktik əlaqələrin sayı artır. Əzizlərim, bu nə zaman baş verir? Bu, mürəkkəb 3-cü növ TSB-də baş verir. Və bu, mütləq mürəkkəb 3-cü növ TSB-də baş verir. Şairin yeni əsərlər çox bəyənilirdi. Bəyənilirdi xəbər nə dərəcədə çox? Nə şairin yeni əsərləri? Mürəkkəb 3-cü növ təyin söz birləşməsidir. Bəli. İndi buradan birinci tərəfi çıxarsaq, bunu çıxartdım. Normalda bayaqlar təhlil eləyəndə bəyənilirdi xəbər çox zərfli, şairin əsərləri mübtəda idi, düzdür, 3 dənə üzv var idi. Amma bunu çıxartsam şairin sözün, bəyənilirdi xəbər yenə çox zərflik, nə bəyənilirdi əsərləri, necə, hansı əsərləri? Yeni əsərləri. Bax, gördünüz, 4 dənə üzv oldu. Bax, bayaq dediyim qayda. Mürəkkəb 3-cü növ TSB-lərdə
birinci tərəfi çıxardanda həmişə cümlə üzvlərinin sayı artdığı üçün sintaktik əlaqənin də sayı artır. Ona görə cavabımız A variantı. Sonra keçirik növbəti səhifəyə. 12-ci sual. Hansı cümlədən işarələnmiş sözü çıxarsaq, tabelik əlaqələrinin sayı azalar, cümlə üzvlərinin sayı artar. Bayaqlar dediyim. 3-cü növ mürəkkəb, 3-cü növ TSB-ləri. Onun qədrini bilənlər fe'l sifət tərkibli keçdik. Dostumun gətirdiyi kitabı burada yoxdur. Yoxdur. Sonra gəlirəm. Kursdan evə gedəndə burada da 3-cü növ TSB yoxdur. Qardaşımın ilk hədiyyəsi. Qardaşımın ilk hədiyyəsi mürəkkəb 3-cü növ TSB-dir. Bunu çıxarsam qardaşımın sözün. Deyir ki, tabelik əlaqəsinin sayı azalar. Bəli, tabelik əlaqəsinin sayı azalacaq. Cümlə üzvlərinin də sayı artacaq. Cümlə üzvlərinin sayı bayaq dediyim kimi maşın idi, xəbər, necə maşın, balaca maşın, təyin, nə, qardaşımın hədiyyəsi, bayaq mübtəda idi, düzdür. Amma bunu çıxarsam, olacaq, birinci söz çıxarsam, olacaq maşın idi, xəbər, balaca maşın, təyin, nə, hədiyyəsi, hansı hədiyyəsi, ilk. 3 dənə cümlə üzvü idi bayaqları, indi də oldu 4 dənə. Və tabelik əlaqələrinin də sayı azalacaq. Nəyə görə? Çünki qardaşımın hədiyyəsi uzlaşma idarə var idi. Amma qardaşım sözü çıxandan sonra avtomatik azaldı da bir dənə əlaqə. Ona görə bir dənə yox, 2 dənə əlaqə. Ona görə D variantı çıxır variantımız olaraq. Sonra gəlirəm 13. Hansı cümlədən işarələnmiş söz çıxarsaq, tabelik əlaqələrinin sayı azalar, cümlə üzvlərinin sayı artmaz. Bəs bu nə zaman baş verir? Bu da fe'li birləşmələrdə olur. Yəni cümlə üzvlərinin sayında heç vaxt artım olmur. Hər hansı tərəf ixtisar ediləndə. Deməli, onun kitabını, A-nı çıxdım, fe'li birləşmə deyil. Anarın yeni oxuduğu mahnı. Bu da ana. Anarın yeni oxuduğu mahnı. Bəyəndik xəbər, nəyi bəyəndik, mahnını bəyəndik. Hansı mahnını? Anarın yeni oxuduğu. Mən buradan anarın sözünü çıxarsam, yenə də yeni oxuduğu təyin olaraq qalacaq. Yəni, heç bir dəyişiklik olmayacaq. Ona görə cavabımız B variantı. 14-də baxırıq. Bir söz sintaktik əlaqədə həm əsas, həm də aslı tərəfdirsə, aşağıdakı sxemlərdən həm əsas, həm də aslı tərəf bayaqlar dedik. Bir dənə mübtəda ola bilməz. Qalanları ola bilər. Nə zaman? Misal üçün, xəbər mübtəda və digər cümlə üzvləri olarsa olur. İndi baxaq da, o birisilərdə təyin olanda olur. Deməli, 14. Bax, təyin mübtəda xəbər. Təyin mübtəda olarsa, burada bir dənə mübtəda əsasdır. Keçdim. Bax, işarələri qoya-qoya gedirəm. Zərflik tamamlıq xəbər. Bax, gördünüz? Yoxdur. Bir dənə əsas, bir dənə aslı tərəf var. Keçdim. Mübtəda tamamlıq xəbər. Xəbər buna tabi olur. Deməli, xəbər oldu aslı. Tamamlıq da buna tabi oldu. Deməli, xəbər oldu əsas. Ona görə 3-ü götürdüm. Təyin zərflik xəbər. Burada olmayacaq. Çünki xəbər istənilən vəziyyətdə əsas tərəf olur. 4-ü çıxıram. Sonra təyin deyir, üzürlü sayın. Mən onu niyə tamamlıq kimi gördüm? 4-ü çıxmıram. Zərflik xəbər. Xəbərə görə bu gəlir buna tabi olur. Xəbər olur nə? Əsas. Zərfli olur nə? Aslı. Təyin də bayaqlar dedim, axı təyin olanda şey olur, təyin nəyin qabağındadırsa, ikinci tərəf həmişə əsas olur. Burada da təyin buna tabi olduğu üçün, bax, zərflik, ortada duran zərflik, təyinə görə əsas, xəbərə görə aslı tərəf oldu. Ona görə 4-ü də götürürəm. Mən təyini necə tamamlıq kimi görmüşəm, maraqlıdır.
3, 4. 3, 4 harda var? 3, 4. Bu da D variantı. 5-i də təsdiq eləyək. Təyin mübtəda zərflik xəbər. Deməli, xəbər ümumiyyətlə bayaqlar dedim. Mübtəda xəbər olan yerdə xəbər aslı tərəf olur. Digər cümlə üzvləri də varsa, xəbər olacaq əsas tərəf. Ona görə 5 xəbərə görə də həm aslı, həm də əsas tərəf var. Təsdiq elədik. 15-ə baxıram. Xəbər cümlədə sintaktik əlaqənin yalnız əsas tərəfi kimi çıxış edirsə, yalnız əsas tərəfdə. Deməli, cümlədə mübtəda yoxdur. Həmin cümlədə nöqtələrin yerinə nə yazıla bilər? Mübtəda, bu da nə var? Mübtəda olmayacaq. B variantı. 16. Hansı cümlədə yalnız bir söz sintaktik əlaqədə aslı tərəfdir? Deməli, yalnız bir söz sintaktik əlaqədə aslı tərəfdir. Faydalı dost məsləhəti yaxşı dosta dəstək olar. Deməli, hansı cümlədə yalnız bir söz sintaktik əlaqədə aslı tərəfdir? Dəstək olar xəbər. Kimə dəstək olar? Dosta. Necə dosta? Yaxşı dosta. Nə? Dost məsləhəti. Necə dost məsləhəti? Faydalı dost məsləhəti. Deyir, hansı cümlədə yalnız bir söz sintaktik əlaqədə aslı tərəfdir? Sintaktik əlaqədə burada aslı tərəf olan faydalı sözüdür. Bir də yaxşı sözü var. Bu söz, burada 3 dənə söz oldu, çıxdım. Sonra, düşmənlər bizi görüb cəld geri çəkildilər. Çəkildilər haraya? Geri, nə tərzdə cəld? Nə tərzdə düşmənlər çəkildilər? Necə çəkildilər? Bizi görüb çəkildilər. Onu yazım. Nə tərzdə cəld? Kim düşmənlər? Görüb. Deyir ki, bir söz. Amma burada görün 3 dənə söz aslıdır. Ona görə bunda çıxıram. Şairin tövsiyəsini hələ təzə oxuyurdu. Şairin tövsiyəsini burada ikisi həm əsas, həm də aslıdır. Ona görə izaha ehtiyac yoxdur, keçdik. Məncə kömək etmək daha da maraqlı olacaq. Maraqlı olacaq xəbər, nə kömək etmək. Başqası heç bir təhlil edilmir. Bir dənə budur, bir dənə bu söz. Aslı tərəfdir. Bu da əsas tərəfdir. Bizdən də yalnız bir söz istəyir. Bayaqdan 2 dənə, 3 dənə söz aslı tərəf olur. Ona görə cavabımız D variantı. Nanə xala çantasını açdı, gətirdiyi hədiyyələri çıxardı. Nümunənin təhlilinə aid olmayan fikri müəyyən edin. Nanə xala çantasını açdı, gətirdiyi hədiyyələri çıxardı. Çıxardı xəbər, nəyi çıxardı? Hədiyyələri çıxardı. Hansı hədiyyələr? Gətirdiyi hədiyyələr. Nə etdi? Açdı. Nəyi açdı? Çantasını açdı. Kim? Nanə xala. Deyir ki, açdı və çıxardı sözləri tabiislik əlaqəsindədir. Nanə xala açdı, nanə xala çıxardı. Bəli, A düzdür. Bizə deyir, səhvlər müəyyən edin. Xəbərlərin hər ikisi sintaktik əlaqədə əsas tərəf kimi çıxış eləyir. Xeyr, nanə xala, mübtəda varsa aslı tərəfdir ki, etdim. Gör nə deyir? Deyir ki, xəbərlərin hər ikisi sintaktik əlaqədə aslı tərəf kimi də. Yəni burada kimi də iştirak edir. Bəli, əgər desəydi xəbərlərin hər ikisi sintaktik əlaqədə aslı tərəf kimi çıxış edir, bu səhvdir. Amma kimi də çıxış edir, avtomatik düzdür. Çünki nanə xalaya görə deməli aslı tərəfdir, amma digərlərinə görə bu tamamlığa görə əsas tərəfdir. Ona görə düzdür bu da. Çantasını və çıxardı sözləri bir-birlə tabiillik əlaqəsindədir. Xeyr, çantasını sözü açdı söz ilə tabiillik əlaqəsindədir. Hədiyyələri çıxarmaqda bu sözlə, yəni hədiyyələr sözlə bu sözlə əlaqədədir. Ona görə C variantı səhvdir. 17-də də C olmalıdır. Sonra gəlirik 18. Deməli, hansı cümlədə bir-birinə tabiislik əlaqəsi ilə bağlanmış cümlə üzvləri istəyir bizdən? Almanı, heyvanı, narı üçünü dərənlər önə çıxsınlar. Kim? Almanı, heyvanları dərənlər. Keçdim. O buradan gedəndə oxumaq, təhsil almaq arzusu eləyəcəkdir. Əzizlərim, baxın, əsas tərəf sadalanmır. Düzdür?
Aslı tərəf nə qədər sadalansa fərq eləmir. Əsas bir dənədirsə, deməli bu bir cümlə üzvüdür. Keçdik. Elə insan var ki, yağı yeyər, balı bəyənməz. İnsan yeyər, insan bəyənməz. Deməli, xəbərlərim sadalanıb və bir mübtədaya tabidir. Ona görə cavab C variantı, həmcinsli deməli. 19-a baxırıq. Klasterin boş xanalarını hansı fikirlər doldura bilər? Tabellik əlaqəsində olan sözlərdən biri. Mübtədadırsa yalnız mütləq, bayaqlar dedim, mübtədadırsa mütləq əsas tərəfdir. Biri götürürəm. A-C qalır. 3. Xəbərdirsə həm əsas, həm bayaqlar dedik. Xəbər əsas da ola bilər, aslı da ola bilər. Ona görə C variantı. Sonra gəlirəm 20-yə. Hansı cümlədə H şəkilçili söz həm əsas, həm də aslı tərəfdir? H şəkilçili söz həm əsas, həm də aslı tərəfdir. Baxaq. Bugün ömrümüzdən qalan illərin biri də getdi. Ömrümüzdən qalan illərin biri də nə etdi, getdi? Nə getdi? İllərin biri, hansı illərin bugün ömrümüzdən qalan təyin. Deməli, deyir ki, hansı cümlədə H şəkilçili söz həm əsas, həm də aslı tərəfdir. Burada H şəkilçili söz ömrümüzdən qalandı. Ömrümüzdən sözüdür. Ömrümüzdən sözdə yalnız aslı tərəfdir. Amma ikinci tərəfdə illərin biri. Bayaq dedi, üçüncü nöqtəyi səviyyədə hər iki tərəf həm əsas, həm də aslı olur. Ona görə A variantı. Sən məruzə edəndə o sənin sözlərini diqqətlə dinləyirdi. Cümləsinə əsasən uyğun fikirləri müəyyən edin. Uzlaşma əlaqəsi yalnız baş üzvlər arasında deyil. Baxaq. Sən məruzə edəndə o sənin sözlərini diqqətlə dinləyirdi. Dinləyirdi xəbər, kim, o, mübtəda. Deməli, uzlaşma əlaqəsi sənin sözlərin, bir də üçüncü nöqtəyi səviyyədə. Bəli, həm cümlə üzvləri arasında var, həm də söz birləşməsi. Ona görə bir düz. Bunu niyə sildim mən? Yorğunluğuma verin. Sonra baxıram. 2. İkinci şəxsin təkində adlıq halda olan əvəzlik uzlaşma əlaqəsinin tərəfidir. İkinci şəxsin təkində adlıq halda olan əvəzlik deyəndə bunu nəzərdə tutur. Və deyir ki, olan əvəzlik uzlaşma. Xeyr, uzlaşma əlaqəsi deyil, yanaşma əlaqəsinin tərəfidir. Çünki fe'li birləşmənin içərisində adlıq hallı söz varsa, o yanaşma əlaqəsidir. Baxmayaraq ki, subyekt bildirir. Ona görə 2-ni çıxıram. Qalır əlimdə bunlar. 3-ə baxıram. Xəbər sintaktik əlaqədə həm əsas, həm də aslı tərəf kimi çıxış eləyir. Mübtədalara görə aslı diqqətlə, nə tərzdə diqqətlə, burada da əsas olur. Digər cümlə üzvlərinə görə əsas tərəfdir. Ona görə 3 düzdür. Düzə səhv uymur. Qaldı əlimdə 4-cü. Baş üzvlər arasında uzlaşmanın göstəricisi şəxs sonluğudur. Təbii ki, yox. Çünki burada şəxs sonluğu yoxdur. Minusa minus uyğundur. Ona görə 1-4 variantı. Sonra gəlirəm 22-yə. 22-ci testdə deyir, hansı cümlədə fərqli sintaktik əlaqələrdə ancaq əsas tərəf olan söz, fərqli sintaktik əlaqələrdə ancaq əsas tərəf olan söz nədir? Təbii ki, mübtədamız. Mübtədanı tapıram. Dünən Aydın dostunu şəhərdə gördüm. Fərqli sintaktik əlaqələrdə ancaq əsas və deyir ki, fərqli sintaktik əlaqə olsun. Diqqətli olmaq lazımdır. Yəni, ancaq mübtəda olan cümləni tapmırıq. Fərqli sintaktik əlaqə, yəni həm yanaşma, həm də uzlaşma olmalıdır. Başqa cür əlaqə ola bilməz. Ona görə də baxıram. Dünən Aydın dostunu şəhərdə gördü. Aydın var, Aydın görür. Amma Aydının yanaşması yoxdur. Mübtədamızın yanaşması yoxdur, çıxıram. Bizim uşaqlar vaxtında gəlmişlər. Gəlmişlər xəbər, kim uşaqlar, uzlaşma, hansı uşaqlar? Bizim uşaqlar. Yanaşmaya görə, deməli, bu təyinə görə yanaşma əlaqəsindədir. Xəbərə görə uzlaşma əlaqəsində əsas tərəfdir. Ona görə cavabımız B variantı. Sonra keçirik. Növbəti səhifə 23.
Deyir ki, hansı nümunədə cümlə üzvləri arasında tabiilik əlaqəsi yoxdur? Cümlə üzvləri arasında soruşur. İnsanın zəhməti qiymətləndirən yaxşı adamların sırasındayım. İnsanı qiymətləndirən, deməli, adamların sırasındayım. Xəbər. Hansı adamların, yaxşı adamların, hansı adamların, insanı qiymətləndirən adamların. Hansı nümunədə cümlə üzvləri arasında tabiilik əlaqəsi yoxdur? A variantı. Burada cümlə üzvləri arasında yoxdur. İnsanı zəhməti qiymətləndirən yaxşı adamların sırasındayım. Burada yoxdur. Gəlirəm B-yə. Bütün məslək dostlarımın bu dünyada mən hər gəminə, nəşəsinə ortaq olmalıyam. Ortaq olmalıyam xəbər. Nəyə, nəşəsinə ortaq olmalıyam, nəyə, gəminə ortaq olmalıyam. Deməli, tamamlıq. Cümlə üzvləri arasında tabiilik əlaqəsi var. Amma burada cümlə üzvləri əlaqəsi arasında deyil. Fe'li birləşmənin tərəfi arasında əlaqədə. Yəni, birinci tərəf, aslı tərəfi sadalanıb. Ona görə cavabım A variantı. Daha bir sən izahına keçmədim. İndi nə aydın olmasa rəylərdə yazarsınız, izahını verərəm yenidən. 24. Hansı variantda verilən nümunə cümlə daxilində tabiilik əlaqəsində düşünülə də bilər, düşünülməyə də bilər. Deməli, burada təbii ki olacaq D variantı. Çünki dostumla mən, dostum və mən deyəndə tabiilik əlaqəsi olur. Dostumla mən, tutaq ki, bir dənə bu cümləni eləyim. Dostumla mən getdim. Görürük, xəbər təkdədir. Mən mübtədə olacaq. Kimi ilə gedirəm? Dostumla. İdarə əlaqəsi olacaq. Amma dostumla mən getdik olsaydı, onda tabiilik əlaqəsi olacaqdı. Ona görə cavabım D variantı. 25. Bizim oxuduqlarımız onun oxumağına istiqamət verir. Cümləsinə əsasən uyğun fikirlər seçin. Həm ismi, həm də fe'li birləşmə işlənib. Bizim oxuduqlarımız fe'li birləşmə, onun oxumağına ismi birləşmə. Biri götürürəm. Yiyəli çallı sözlər eyni birləşmənin aslı. Yalan deyir. Bu fe'li birləşmədir. Bu da ismi birləşmədir. Ona görə 2 səhvdir. Keçirəm. Üçə baxırıq. Məstər ismi birləşmənin əsas tərəfdir. Məstər ismi birləşmə. Bədanaba məstər budur. Onun oxumağı bəli, 3-cü TSB idi. Bu düzdür, bu səhvdir. Pilsan minus uyur əzlərim. Xeyr, uymur. Ona görə 3-ü də çıxıram. 4. İndi 4-ün də izahını verib təsdiq eləyək fikrimizi. Fe'li sifət ismi birləşmənin əsas tərəfi kimi işlənib. Fe'li sifət ismi birləşmə yalan deyir. Dıq varsa, bu fe'li birləşmə olur. İsmi birləşmə olmur. Ona görə cavabımız nə oldu indi?